YouTube'da etməli olduğumuz vacib ayarları göstərəcəm, uzatmadan başlayaq. Dostlar, bu kanalda olan səhvləri tapacağam və onları sizin gözünüzün qarşısında düzəldəcəm. Bəli, ilkin olaraq YouTube kanalının ana səhifəsinə keçək. Gördüyünüz kimi kanalın adı falan çox yaxşıdır. Burada bir dənə V hərfini böyük etmək lazımdır. İndi bunu da studiyaya keçəndə edəcəm. Videoların dəqiqələridir və yaxud da videolar haqqında olan hər şey yerində. Biraz thumbnaillərdə dəyişiklik etmək lazımdır. İndi düzdür. Keçən dəfə demişdim, dəyişiklik etmək lazımdır. Ondan sonra müəyyən dəyişiklik etdilər bunda. Və həmin videoların başlıqları çox bərbad vəziyyətdədir. Necə yazmaq lazımdır? Bunun qaydasını ətraflı şəkildə göstərəcəm. Dostlar, indi gördüyünüz kimi YouTube Shorts bölümünə keçirəm. Qısa vloqlar çəkmək lazımdır. Bunu mən digər vloq kanallarında baxmışam, ona görə belə deyirəm. Məsəl üçün adi bir xırda bir iş var. Montajlar da eləyərək onsuz videonun dəqiqəsini qısaltmaq olur. Bu formada qısalt və at bura. Yəni bura bu dəqiqə çox qarışıq vəziyyətdədir. Bura baxanda şəxsən istifadəçi bilmir ki, bu nə kanaldır. Bu da öz kanalımı nümunə göstərəcəm. Bax, Texnoklub YouTube kanalımda mən elə Shorts bölümünə keçdiyinizdə görürsüz ki, kənara çıxmamışam və əlavə olaraq da çəkdiyiniz Shorts videolarından uzun videolarınıza yönləndirə bilərsiniz. Məsəl üçün bu pult haqqında məlumat verdiyiniz bir video var. Qısa formada göstərir ki, dostlar, mən bir alış-veriş etmişəm, yanında da bu pultu almışam və pult haqqında da ətraflı məlumat aşağıda sabitlədiyim video var. Yəni sadə bir şeydir. Bu formada uzun videolarımızı izlətmək olar. Dostlar, daha sonra buradan gələm oynatma listeləri, yəni oxutma siyahıları bölümünə gəlirəm. Burada da problemlər var. Buradakı siyahıları videoların kateqoriyalarına görə dəyişdirmək olar. Necə yəni? Yenə mən burada Texnoklub kanalı nümunə göstərim. Düzdür, burada baxın mənim 570 dənə videom var. Hamısını ayıra bilməsəm də mərhələli şəkildə videoları ayırmışam ki, izləyicilər qarışdırmasın. Bozbaş ayrı şeydir, şirniyyat ayrı şeydir. Göndərilər, yəni postlar bölümünə keçirəm. Öz kateqoriyanıza uyğun çalışın. Ən azı deyirəm, həftədə 3 dənə, 4 dənə anketlər, şəkillər falan paylaşın ki, video paylaşmadığınız zamanlar YouTube sizin kanalınıza aktiv görür. Bunu etdiyinizdə dostum, YouTube'dan pul qazanmaq istəyirsənsə, aşağıdakı Discord serverimizə qoşula bilərsən. Discord serverimizin linki açıqlama bölümündə var. Son olaraq kanalın haqqında bölümünə keçək. Daha sonra YouTube studiyada vacib və ciddi ayarlar var. Bunları göstərəcəm. Kanalın haqqında bölümü çox gözəl şəkildə yazılıb. Bizim kanalımızın açar sözləri burada yazılmalıdır. Məsəl üçün sən nə ilə məşğul olursan, yemək içməklə məşğul olursan, vloqla məşğul olursan, bunların hamısını burada geniş-geniş yazmaq lazım. Yenə Texnoklub kanalına girirəm. Nə qədər uzatsaz, nə qədər çox açar söz istifadə etsəz burada, o qədər gözəldir. Baxın, mən nə ilə məşğul oluramsa hamısını buraya yazın. Bəli dostlar, sürətli şəkildə YouTube studiyaya daxil oldum. Buradan kanalın ayarlarına daxil olam. Ölkə Azərbaycanı çox yaxşıdır, amma alt tərəfdə anahtar kəlmələr bölümü yenə yazılmalıdır. Amma bura yazacaqsınız günlük vloqlar, daha sonra ev təmizliyi. Bunu da yenə ChatGPT ilə eləmək olar. Tövsiyəm də odur ki, ən üstdə 3 dənə, 4 dənə kanalının etiketini yaz. Məsəl üçün Şəbnəmin vloqları, Sebnəmin vloqları. YouTube ən başda görsün ki, bu sənin kanalının adıdır artıq. Gelişmiş ayarlar deyə bir şey var. Burada da bax, çocuklara özəl kanal deyə bir şey var. Yəni uşaqlara aid açılmış kanal. Mən tövsiyə edirəm ki, bu kanal çocuklara özəl, yəni uşaqlara aid deyil seçək. İndi bunu seçəcəm. Daha sonra aşağıda problemli bir şey görmürəm. Özəl uyğunluq deyə bir şey var. Baxın, burada çox qaydasındadır. Siz də çalışın. Bunlar üçü də etkin olaraq yazılsın. Sürətli şəkildə keçək digər ayarlara. Başlıq açıqlama heç bir şey eyni olmur. Sadəcə müəyyən açıqlamalarda təkrar yazılan bir yer olur. Yəni hər açıqlamada o yeri təkrar görürük. Görünürlülükdəki gizli olaraq qalsın ki, hər videomuzu biz planlayırıq. Ona görə belə etiketdəki yenə burada boş qalsın. Bu da hər videoda dəyişə bilər. Gelişmiş ayarlar, baxın, ən vacib ayarlar buradadır. Bizdə bura lazım olan yer kateqoriyadır. YouTube kanalımızın kateqoriyası olmalıdır bizim. Misal üçün bax, bu kateqoriya üçün, yəni vlog tərzi videolar çəkən üçün əyləncə məncə daha yaxşıdır. Eğitim də seçilə bilər. Çünki mətbəxə aid videolar çəkilir, yemək necə bişirilir videolar çəkilir, amma mən əyləncə seçirəm. Video dili, video açıqlama dili, bunlar mütləq Azərbaycanca seçilməlidir. Dostlar, baxın, buradakı ayarlar da bu formada mütləq çalışın. Burada olan vacib ayarlara diqqət edin. Topluluq denetimi. Burada da böyük bir şey yoxdur, amma buraya müəyyən sözlər, söyüşlər yazıla bilər ki, istifadəçilər gəlib bizim kanalımıza söyüşlər yazmasın. Burada da yenə çox böyük bir şey yoxdur, amma burada kanal kuralları deyə bir şey var. Bunu da yazmaq lazımdır. Kanalın kommentlərinə daxil olduğumuzda görünür ki, kanalın qaydaları bunlar. Dostlar, sağda solda izləyə biləcəyiniz maraqlı və faydalı videolarımız çıxdı. Bunlara baxa bilərsiniz. Aşağıdan kanalımıza abunə olub videomuza like atın. Bir də bildiriş zəncini aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər tutasınız. Sağ olun, salamat qalın.